Xəbər verdiyimiz kimi İstanbulda son 1 saat ərzində ard-arda 8 zəlzələ qeydə alınıb. Bu, həm Türkiyə, həm də Azərbaycanda narahatlığa səbəb olub. Əksəriyyət 2 il əvvəl qardaş ölkədə baş verən dağıdıcı zəlzələnin təkrarlanacağını düşünür. Qlobal İnfaza danışan kliniki psixoloq ekstrasens Zirəddin Rzayev deyib ki, bu il Türkiyədə dağıdıcı zəlzələlər olmayacaq. May, iyun və noyabr Türkiyə üçün seysmoloji aktiv aylardır. Ümumilikdə bu il Kahramanmaraşdakı kimi faciəvi tarixi fəlakət görmürəm. Lakin mən İstanbulu qırmızı görürəm. Bu, ya böyük yanğın, ya da partlayış ola bilər. Ekstrasens Azərbaycan üçün qorxulu və dağıdıcı zəlzələ görmədiyini bildirib. Gözlənilən İstanbul zəlzələsi hər an qapıdadır. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş İstanbulda baş verən şiddətli zəlzələ ilə bağlı danışarkən deyib. Ümid edirik ki, bu güclü zəlzələnin daha böyük təsirləri olmadan öhdəsindən gələcəyik. Amma gözlənilən İstanbul zəlzələsi hər an qapının astanasında görünür. Millətimiz, bütün qurum və təşkilatlarımız hazır olmalı və mümkün İstanbul zəlzələsini ən az tələfatla sovuşturmalıyıq. Qurtulmuş bildirib. Qeyd edək ki, İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər özünü binadan ataraq xəsarət alıb.